Salam hörmətli izləyicilər. Bugün sizlərə son yayımlanan kitabından Yalquzaq romanından bəhs edəcəyəm. Əsər 20-ci əsrin 80-90-cı illərində SSR-də gərginləşən sosial-iqtisadi münasibətlər fonunda Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarından, həmçinin ermənilərin Qərbi Azərbaycanda və Qarabağda yaşayan soydaşlarımıza qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətindən, gənclərimizin, xüsusən tələbələrin birləşərək ermənilərin bu hərəkətlərinə qarşı çıxışlarından, milli azadlıq hərəkatından və 1-ci Qarabağ savaşından bəhs edir. Əsərin qəhrəmanı Humay tibb institutunun tələbəsidir. O, Xocalı soyqırımından və Şuşa şəhərinin işğalından sonra təhsilini dayandıraraq könüllü sürətdə cəbhəyə yollanır. Hərbi xidmətinə Gəncədə yerləşən xüsusi təyinatlı taborda başlayan Humay, burada seçici zabitlərin diqqətini cəlb edir və onlar tərəfindən snayper kursuna dəvət alır. Kursu birinciliklə bitirdikdən sonra cəbhənin müxtəlif istiqamətlərində fəaliyyət göstərməyə başlayan Humay, sərrast atışları, üstün döyüşçü keyfiyyətləri və iti zəkası ilə fərqlənir. Düşmənlərin qorxulu rüyasına çevrilən Humay, yoldaşları tərəfindən qürurla Yalquzaq deyə çağırılmağa başlanır. Əsər barəsində özünüz əldə edərək oxuyub daha ətraflı məlumat əldə edə bilərsiniz. Yalquzaq romanı aprelin 28-dən etibarən Libraf mağazalar şəbəkəsində, daha sonraki günlərdə isə Alinino, Book Center və Akadem Kitab mağazalarında satışda olacaqdır. May ayının 4-də saat 18:00-da romanın Libraf mağazalar şəbəkəsinin Park Akademiya filialında təqdimat və imza mərasimi keçiriləcəkdir. Bu videonu izləyən hər kəs həmin təqdimata dəvətlidir. Eyni zamanda videonu bəyənib, paylaşan və rəy yazan yoldaşlarımızdan 10 nəfərinə imzalı kitablar təqdim olunacaqdır. Onlardan 5-nə Yalquzaq romanı, digər 5-nə isə Fədailər romanı imzalanaraq hədiyyə olunacaqdır. İmzalı kitab qazanan yoldaşlarımızın adları may ayının 4-də saat 13:00-da açacağım canlı yayında elan olunacaqdır. Ayrıca Nəşriyyatlar Birliyinin may ayının 9-dan 11-nədək Naxçıvan şəhərində Saat meydanında keçirəcəyi sərgidə iştirak edəcək. Naxçıvan Muxtar Respublikasından olan oxucularımız Librafın standına yaxınlaşaraq imzalı kitablarımı əldə edə bilərlər. Həmçinin may ayının 13-də Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin binasında yerləşən mərkəzləşdirilmiş şəhər kitabxanasında saat 15:00-da Yalquzaq romanının təqdimatı keçiriləcəkdir. Muxtar Respublikada yaşayan oxucularımız həmin təqdimata dəvətlidirlər. Videonu sonadək izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.